Ədliyyə naziri Strasburqda keçirilən Avropa Şurası Ədliyyə Nazirləri konfransında iştirak edir və bu konfrans çərçivəsində bugün Strasburq məhkəməsinin sədri Matias Guillaume ilə görüşəcək. Daha əvvəl səfər çərçivəsində Pata Salya Monakonun ədliyyə üzrə dövlət katibi Samuel Vuelta ilə görüşmüşdür. Onlar gələcək əməkdaşlıq planlarını müzakirə ediblər. Pata Salya həmkarını Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən insan hüquqları, penitensiar sistem xidmətlərinin inkişafı və rəqəmsal idarə etmə sahələrində həyata keçirilən islahatlarla tanış etmişdir. O, həmçinin Slovakiya Respublikasının ədliyyə məsələləri üzrə dövlət katibi ilə görüşmüşdür. Brüsseldə siyasi dəyişikliklər qaçılmazdır. Brüsselin dəyərlərinin azalması ilə bağlı dediklərimizin hamısı artıq Avropa İttifaqının sabitliyinin və təhlükəsizliyinin əsas qaranti olan ABŞ tərəfindən sübuta yetirilir, təsdiqlənir və dəstəklənir. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bu barədə sosial şəbəkələrdə yazır. Papuaşvilinin yazdığı kimi, geniş miqyaslı siyasi dəyişikliklər olmadan Avropa İttifaqının özünü ABŞ-ın təhlükəsizlik strategiyasında qeyd edildiyi kimi sivilizasiya məhvinin astanasında tapacaq. ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası sənədi Tbilisidə müzakirə olunur və Avropanın reaksiyası fərqli qiymətləndirilib. Məlum olduğu kimi yüksək vəzifəli Avropa rəsmiləri ABŞ prezidentinin tənqidi ilə razılaşmır və Avropanın daxili işlərinə müdaxilə cəhdlərindən danışırlar. Kaya Kallas'ın sözlərinə görə onlar Amerikada bir çox səhv şeyləri də qeyd edə bilərlər. Baxmayaraq ki, Avropa Birliyi digər ölkələrin daxili işlərinə müdaxilə etmək niyyətində deyil. Avropa Şurasının prezidenti də oxşar ritorikaya malikdir. Antonio Koşda qeyd edir ki, Avropa və Amerika müttəfiqdirlər və ölkələrin daxili siyasi həyatına müdaxilə etmədən hərəkət etməlidirlər. Məsələ Tbilisidə müzakirə olunur. Hakim komanda Avropa tərəfdaşlarını ikili standartlara görə tənqid edir. Lakin Georgi Qaxaryanın partiyası Gürcü arzusunun mövqeyi ilə razılaşmır və Gürcü arzusunun Gürcüstanı Avropa ailəsində qəsdən uzaqlaşdırdığını bildirir. Gürcüstan və ABŞ-ın maraqları üst-üstə düşür deyə ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası sənədi haqqında danışan Gürcüstan prezidenti bildirib ki, bu Avropa İttifaqına kör təbii müraciət deyil. Əksinə, sənəd Avropa İttifaqının Amerikanın hazırki perspektivindən üzləşdiyi problemi təqdim edir. Mikhail Kavelaşvilinin sözlərinə görə, kimdənsə asıllıq siyasəti Gürcüstanda bitməlidir. Onun sözlərinə görə, müəyyən bürokratiya tərəfindən idarə olunan agentlik və radikal qanad gülünc vəziyyətdədir. Əlbəttə ki, ALDE bu hərəkətləri haqlı çıxarmır. Avropa Liberal və Demokratik Partiyaları Alyansı ALDE partiyası parlament sədri Şalva Papuaşvilinin Lelo Güclü Gürcüstan partiyasının üzvü Aleko Elisaşvilinin işi ilə bağlı açıqlamasına cavab verir. Əlbəttə ki, ALDE bu hərəkətləri haqlı çıxarmır. Bu öz-özlüyündə aydındır. Necə ki, biz heç vaxt dinc nümayişçilərə qarşı zorakılığı və ya vətəndaşlara qarşı kimyavi silah istifadəsini haqlı çıxarmayacağıq, ALDE X sosial platformasında yazır. Xatırladaq ki, bir neçə gün əvvəl parlament sədri Şalva Papuaşvili Lelo Güclü Gürcüstan partiyasının üzvü Aleko Elisaşvilinin işi ilə bağlı danışarkən ALDE tərəfindən heç bir reaksiya olmadığını bildirmişdi. Parlament qanun layihəsini sürətləndirilmiş şəkildə qəbul edib və toplantı nümayişlərlə dair məhdudiyyətlər piyada yollarında keçirilən aksiyalarla da şamil olur. İnsanların hərəkət etdiyi yerdə aksiya keçirmək üçün Daxili İşlər Nazirliyinə əvvəlcədən xəbərdarlıq tələb olunur. Yolların suni şəkildə bağlanması, nəqliyyat vasitələri və əşyalarla keçidi məhdudlaşdırmaq qadağandır. Polis göstərişinə tabe olmayan iştirakçı 15 günə, təşkilatçı 20 günə qədər həbs edilə bilər. Təkrar hal isə 1 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hakimiyyət bunu ictimai asayişin qorunması ilə izah edir, müxalifət isə tənqid edir. Uşaq Avroviziyası 2025-in finalına cəmi 2 gün qalıb. 13 dekabrda Olimpiya kəndində festivalın yekun şousu keçiriləcək. Səhnəyə Avropanın 18 ölkəsinin nümayəndəsi çıxacaq və qalibiyyət uğrunda mübarizə aparacaqlar. Anita Abgaryan 15-ci nömrə ilə Shine Like a Star mahnısı ilə çıxış edəcək. İştirakçılar artıq 2 məşqi keçiblər. Bugün isə şounun açılışı və bayraqların paradı üzrə məşqi planlaşdırılıb. Bu məşqin rejissoru Basa Poçxuşvilidir. Bugün həmçinin əvvəlki illərin qalibləri Bzik Ebi və Kendi qrupları da məşq edəcəklər.